Axşamınız xeyirli olsun, əziz dostlar, əziz Eldən Çölənin daimi izləyiciləri. Bir qədər adət ənənəmizi pozmaq məcburiyyətində qaldıq. Hər zaman mən tamaşaçılarımızı səhər saatlarında, günorta saatlarında salamlayırdım. Ancaq indi axşam saatlarında salamlayıram. Nə üçün axşam saatlarında salamlayıram? Çünki səhər saatlarında məkandan çıxdıq, bir məkana doğru istiqamət aldıq. Biz hansı məkandayıq, bunu bir qədər sir olaraq saxlayacağam. Səhər saatlarında çıxmağımıza baxmayaraq, dağlıq ərazilərlə, aşırımlarla, keçmə-keçli yollarla, çətin qayalıqlarla, avtomobil getməyən yollarla bir təhər güc balayla gəlib çıxmışıq bu məkana. İndi gəlib çatmışıq, artıq hava qaralır, yol bizi yorub sözün əsl mənasında əldən düşmüşük, odun ocaq topladıq, gözəl bir ocaq yandırdıq, həm də acımışıq, uzaq yol qət etmişik. O səbəbdən elə bax bu gözəl qazanın içərisində istədik bir yumurta, kartof soğutması edək, çörəyimizi yeyək, çadırımızı qurmuşuq, yataq istirahət eləyək, səhər saatlarında çəkilişimizə başlayaq. Ancaq bu saatlarda da siz tamaşaçıları salamlamaq istədim ki, bir qədər intizarda qalasınız. Bizim harda olmağımız sizə müəmmalı olsun. Çox gözəl bir məkandır, əcəb təbiəti var, hər tərəfimiz dağlarla əhatə olunub, heyvanlar otlaq sahələrində otlayırlar. Elə bir təbiəti var ki, bu seçdiyimiz məkanın saatlarla, günlərlə, həftələrlə danışsaq belə azdır. Buranı yalnız gəlib görmək lazımdır. Gəlib görəndən sonra mən əminəm ki, nəinki saatlarla, günlərlə, həftələrlə bu məkanda qalmaq istəyəcəksiniz. Baltamız yanımızda, bıçağımız yanımızda, odun tədarükümüzü görmüşük. Çünki artıq gecə saatlarıdır və olduğumuz ərazi çox təhlükəli ərazidir. Nə baxımdan təhlükəlidir? Çünki kənarda olan vəhşi heyvanlar var. Hər saat, hər saniyə bizə yaxınlaşa bilərlər. Ona görə də mütləq şəkildə siz də əgər çöldə olursunuzsa, kəsici, deşici alətləriniz yanınızda olmalıdır və sizə zərər yetirən heyvanları kənarlaşdırmaq üçün bütün vasitələrdən istifadə etmək lazımdır. Çox danışmayacağım bu yer haqqında, məkan haqqında. İnşallah yatacağıq, istirahət edəcəyik. Səhər saatlarında qalxanda artıq günəş doğduğu anda bütün bu mənzərəni öz gözlərinizlə görəcəksiniz. Biz Eldən Çölə komandası hardayıq, bunu sabah deyəcəm. Samik, Samik. Durmaq vaxtıdır. Nəxş dururam. Sən gözlərində gün çıxıb. Dur. Neçədir saat? Saat 7 yazıdır. Bizə rahat yatmışam. 7 yarısıdır. Gecədən gəldik. Bir lokma çörəyimizi yedik. Sonra başladıq istirahət eləməyə. Şəmkirdə, təbiətin qoynunda. Səhərə qədər o qədər rahat yatmışam. Heç inan ki, evdə bu qədər rahat yatmıram, əziz dostlar. İçəri hədsiz dərəcədə isti olub. İsti olan da nədir? Bu çadırın içərisidir. Çadırın içərisindən çölə içəridə olan havanı buraxmır. Çöldə olan hava isə çadırın içərisinə daxil olmur. Ona görə də rahat şəkildə yata bilirsən və hansı ki, bax bu, biz evdə bunu istifadə eləmirik, çöl şəraitində istifadə edirik. Bu bizi məhz elə soyuqdan qoruyur. Çöldə mənfi 25 dərəcə, 30 dərəcə belə soyuq olsa, bu içərisinə geydiyimiz ədyal deyəm bunun adına, bu olduqca istidir, həm də rahatdır. Gecə heç nədən qorxmadım. Nə üçün qorxmadım? Ümumən bir qədər çadırın içərisində vəhşi təbiətlə ehtiyatlı olmaq lazımdır. Çünki çöldə baş verdiklərindən biz içəridə xəbərsiz oluruq. Ona görə də kəsici, deşici alətlərimiz mütləq şəkildə yanımızda olmalıdır və balta yanımızdadır. Əgər hər hansı bir təhlükə baş verirsə, balta yanımdaydı, bıçaq yanımdadır
mütləq şəkildə və eyni zamanda işıqlandırmaq üçün isə mənim bax bu fənərim yanımdadır ki, gecə saatlarında hər hansı bir təhlükə baş verə bilər, çadıra heyvan daxil ola bilər və mütləq şəkildə mənim bu alətlərim və işıqlandırmaq üçün fənərim də yanımda olsun. Ümumən bir çadırın içərisində vəhşi təbiətdə qalırıqsa, əgər orada həqiqətən də vəhşi heyvanlar varsa, bir qədər bu təhlükəni tam olaraq aradan qaldırmaqdan ötürü çadırımızın hər tərəfinə xüsusi olaraq dəmirlər bastırıb, onun üzərinə ip çəkib, daha sonra isə zınqırovlar asmalıyıq ki, hər hansı bir heyvan çadıra yaxınlaşanda o ipə dəyməsi nəticəsində zınqırov başlayacaq hərəkətə gəlməyə. Biz onu da istər-istəməz ayılacağıq və təhlükənin olduğunu biləcəyik və qabaqlayıcı tədbir görmək üçün də mütləq şəkildə əl atıb öz bıçağımızı, baltamızı və yaxud da digər hər hansı bir kəsici alət ola bilər, onu əlimizdə hazırlamalıyıq. Ümumən, əgər bir yerdə ocaq yanırsa, səs-küy varsa, insan nəfəsi varsa, insan ağzından çıxan o hava varsa, mütləq şəkildə ətrafda olan insanlarla bərabər həm də heyvanlar bunu dərk eləyirlər, duyurlar və ona görə də çadıra yaxınlaşmırlar. Ancaq hər ehtimal bütün qabaqlayıcı tədbirləri görmək lazımdır. Əgər biz çölə çıxırıqsa, özümüzlə çadır və digər ləvazimatlarımızı yanımızda götürməliyik. Biz Şəmkirə gələndə bilirdik ki, onsuz da bu ərazidə yatmağa heç bir ev, heç bir mənzil yoxdur. Yəni, rahat şəkildə yata bilməyəcəyik. Ona görə də bu çadırdan bir neçə dənəsini götürmüşük. Çünki dostlarımız da məhz elə digər çadırlarda yatıblar. Bu çadır da 4 nəfər rahat şəkildə bunun içərisində yata bilər. Amma mənə dostlarım, komanda üzvlərim şərait yaratdılar ki, sən bizə daha çox lazımsan. Çünki səhər saatlarında qalxıb çəkiliş eləməlisən, rahat şəkildə yat, dincəl. Operatorumuz Faiq isə səhər saatlarında məni qaldırdı ki, artıq durub çəkiliş etmək lazımdır, zamanıdır. Və qalxdım. Faiq icazə versəydim bir neçə dəqiqədə yatıb dincələrdim. Yox, Faiq başını hərlir ki, yox, yatmaq olmaz. Çünki hava yavaş-yavaş isinməyə başlayır. Biz 8 kilometr məsafəni piyada getməliyik. Ona görə də səhər saatlarında durub hazırlaşıb çıxmalıyıq ki, günorta saatlarına gedib həmin mənzil başına çatacaq, həmin kəndə çatmalıyıq. Ona görə də çox yatmaq olmaz. Hələ 7-nin yarısıdır, operatorumuz söylədi, bir qədər də gec oyanmışıq. Çəkiliş edəndən sonra axşam saatlarında yenidən qayıtmalıyıq, yenidən çadırımızda qalıb, səhər durub inşallah öz mənzilimizə, öz evimizə getməliyik. Təbiəti sevmək lazımdır, onunla bərabər olmaq lazımdır. Ta insanla təbiətin vəhdəti keçmişdən bu yanadır. Biz təbiətlə qidalanırıq, təbiət biz insanlardan qidalanır, onun havasını ciyərlərimizə çəkirik, bulaqlarından su içirik, üzərində yeriyirik və təbiətdə nadir olan adı qırmızı kitaba düşən ağaçlar var, heyvanlar var və bu heyvanları, bu ağaçları məhv etməməliyik. Biz bu kəsici, deşici alətləri yanımızda saxlamaqla hər hansı bir heyvana xəsarət, xətər yetirmək üçün deyil, onu öldürmək üçün deyil, sadəcə öz təhlükəsizliyimizi qorumaq üçün bunu edirik ki, yaxınlaşdığı anda heç olmasa müəyyən bıçaqla, baltayla özümüzdən uzaqlaşdıraq. Ona görə də təbiətdə ehtiyatlı olmaq lazımdır. Əgər sən təksənsə, yanında heç bir dostun, yoldaşın yoxdursa, bu təhlükəsizlik qaydalarına xüsusi olaraq diqqət etmək lazımdır. Xüsusi olaraq təhlükəsizliyi təmin etmək üçün daha böyük ölçülü kəsici alətlərdən istifadə etmək olar. Ümumiyyətlə, mənim özüm də kəsici alətim var, daha böyükdür. O hansı ki, böyük bir ağac parçasıdır. Uç hissəsində bu ölçüdə, bu böyüklükdə bir bıçaq yerləşdirmişəm. Bu isə kənardan heyvanı özündən uzaqlaşdırmaq üçün lazımlıdır. Amma mənim ətrafımda komanda yoldaşlarım olduğundan biz bir-birimizdən tez-tez xəbər tuturuq. Ona görə də daha çox belə deyək, bıçaq, balta və digər kəsici alətləri gətirməyə ehtiyac duymadıq. Biz dururuq inşallah, səhər saatlarıdır. Hazırlaşaq, bir qədər də qalın geyimlər götürək. Çox şey götürməyəcəm üzərimdə, çünki gedəcəyimiz yol uzaqdır. Qalxdım, Faiq, rahat ol. Digər dostlar da boylanıram ki, onlar da qalxıblar. Deyəsən, çay da dəmləmişsiniz. Əhsən sizə, var olasınız. Drone operatorumuz Vasif nə iş görür orada? Çaydanı doldurur. Digər dostlar da. Rəqib, bizim sürücümüzdür. Yemək tədariki görür ki, səhər saatlarında bir qədər qidalanaq və yolçu yolda gərək deyib düşək həmin axtarışında olduğumuz kəndə.
Biz Eldən Çölə komandası Şəmkirdəyik. Bu kəndin adını söyləmirəm. Bir qədər də sirr olaraq saxlayacağam. Hər dəfə getdiyimiz məkan haqqında məlumat verirdik. Ancaq bu məkan haqqında, bu kənd haqqında heç bir məlumat verməyəcəm. Yəni hardadır, adı nədir deməyəcəm. Bir qədər intizarda qalsın bizim tamaşaçılarımız. Faiq qoy bir neçə dəqiqədə qardaş, nə olar? Yuxumu tam almamışam, başıma dönərəm. Bir qədər də bir neçə dəqiqə çay qaynayanda məni durğuzarsan, xahiş edirəm, nə olar? O qədər rahatdır ki, o qədər yerim gözəldir ki, ona görə biraz da yatdım, xahiş edirəm. Heç kimə demə, Faiq. Hər vaxtınız xeyir olsun. Bir daha salamlayıram sizi. Gecə saatlarında salamladıq. Gəldik çatdıq məkana. Çadırlarımızı qurduq, istirahətimizi elədik, yemək yedik. Səhər saatlarında qalxdıq. Bizim gedəcəyimiz kəndə heç bir avtomobil yolu yoxdur. O səbəbdən biz haradasa 7-8 kilometr məsafəni piyada getməliyik. Elə bir kəndə gedirik ki, bu kənd həm Şəmkir, həm Daşkəsən, həm də Gədəbəy, bu 3 rayonun arasında olan bir kənddir. Kəndin adını söyləməyəcəm. Çox qədim bir kənddir. Alban abidələri var və kənd sakinlərinin dediyinə görə mənfur qonşularımız bir zamanlar bu kəndə sahiblənmək istəyirlər. Amma yerli cəmaət bunun qarşısını alıb və bu kəndə nələr var, hansı tarixi memarlıq nümunələri var, hansı Alban məbədi var. Gedəcəyimiz məsafənin hər birini xırdalığına qədər siz tamaşaçılara çəkib təqdim edəcəyik və gedəcəyimiz məsafə uzaq olduğundan və bu məsafəni piyada getdiyimiz üçün ona görə lazım olan avadanlıqları öz üzərimizdə götürürük, ərzaq da götürməliyik. Çünki yolumuz qayalarla, meşəliklə, dağlıq ərazilərləndir deyə ağır yük üzərimizdə daşıya bilmərik. Yalnız sudur mənim üzərimdə, kəsici alətimdir, bıçağımdır üzərimdə və söylürlər ki, orada bir çay var, həmin çayda balıq da olur. Ona görə bir ədədlə özümlə bərabər tilov götürmüşəm və komanda üzvləridir. Yeni simalar tanıyacaqsınız. Mən tək deyiləm. Çox dəyərli dostlar da bizimlə bərabər olacaqlar Eldən Çölə verilişində. Hansı ki, o insanlar bir dəfə gəliblər bu yerlərə və mən də xahiş etdim, təklifimi qəbul edib bizim komanda ilə bərabər həmin o kənddə olmağa qərar verdilər. Gedirik. Gözünüz bizdə olsun. Qayaların, dağların arası ilə gedirik. Bax, bu gördüyünüz yolda sel yuyubdur qayaların arasını. Diqqət etdirinizsə, bax, şırımlar açılıbdır. Ümumiyyətlə, hərəkət zamanı bir qədər diqqətli olmaq lazımdır. Çünki ayağımızın altı qumdur və ayağımızı qoyduğumuz anda sürüşürük. Ona görə də nəyə diqqətli olmalıyıq? Ayağımızın qoyuluşuna. Yəni, bu formada ayağı qoymaq olmaz. Bax, sürüşür. Yer çox sürüşkəndir. Xırda qum dənələri dediyi ayağımızın altında fırlanır sanki və biz də sürüşürük. Ona görə ayağı bu istiqamətdə qoymaq lazımdır ki, sol ayağı və eyni zamanda sağ ayağı ki, bütün bədənin ağırlığını sıxmaq və əlində də taxta parçası, dəmir parçası olmalıdır ki, özünə bir dayaq versin. Çünki yolda hərəkət etdiyimiz zaman çox, belə deyək, problemlərlə qarşılaşdıq. Ona görə də həm özümü, həm də komanda üzvlərini qorumaq istəyirəm. Yolumuz çox uzaqdır, qayaların arasında bir daha qeyd eləmək istəyirəm. Qədim kənddir, həmin kənd ki, orada Alban məbədi də var, bulaq da var, çay da keçir və biz həmin kəndə doğru yol almışıq. İstiqamətimiz həmin kəndədir. Yenə qeyd edirəm, avtomobil yolu qəti olaraq yoxdur burada. Yalnız insanlar nəqliyyat vasitəsi olaraq atdan istifadə edirlər, bir də
öz ayaqlarından. Biz də at tapa bilmədiyimiz üçün əslində at var idi, amma atın yalnız üzərində mən dayana bilərdim və operatorumuz, digər komanda üzvlərimiz isə piyada getməli idilər. Ona görə bunun məqsədə uyğun olmadığını hesab edib mən də atdan imtina etdim və dedik ki, bərabər olaraq biz bu məsafəni, bu yolu piyada gedəcəyik. Gəlin. Burada böyürtcan kolları da var. Bax, qapqara üzərində böyürtcan var. Təbii olaraq böyüdür özdə. Həm qırmızıdır, həm dəyib qapqara. Yol boyu həm susuzluğu aradan qaldırır, həm də müəyyən qidadır. Yiyirsən ki, ac qalmayasan. Çünki bu yollarla hərəkət zamanı üzərində heç nə daşıya bilmərsən. Ağırdır, yol da uzaqdır. Dəmir parçası yox, taxta parçasından istifadə eləmək istədim. Aşağı hissəsinə haça olaraq düzəltdim. Qarşıda çobanların, heyvanların saxladığı yer var. Böyük çoban itləri var. Həm də hücum zamanı onların özümü müdafiə məqsədilə belə bir şey düzəltdim ki, həm möhkəm olsun. Və bura çox maraqlı bir yerdir. Gördüyünüz kimi mənim hər tərəfim qaya parçalarıdır. Böyük daşlardır və yəqin ki, zamanla burada bir oba olubmu və yaxud da müşahidə məntəqəsi olubdu və yaxud da ki, bu Dədə Qorqud filmində belə deyək, yad ellərə qarşı hər hansı bir təzyiq olardısa, burada ocaqlar çatırlarmış kəndə xəbər vermək üçün. Çünki bura ən hündür yeridir. Aşağılar isə tam olaraq ayağımın altındadır və buradan hər tərəfi rahat şəkildə görə bilərəm. Bura ən gözəl müşahidə məntəqəsidir deyərdim. Bəlkə də elə zamanla müşahidə məntəqəsi olub. Qayaların kənarlarında görürük, müəyyən oyuqlar var və bu da heyvanlar gəlirlər bu ərazilərdə yəqin ki, yem axtarışında olurlar və qayaların diblərini qazırlar. Çox maraqlı təbiəti var, maraqlı mənzərəsi var. Dağlar, ağaclarla əhatə olunub. Hər tərəfimiz dağdır, qayadır, sıldırımdır, keçilməsi çətin olan yollardır. Amma istədik ki, bir buranı da araşdıraq, axtaraq, tapaq, siz tamaşaçılara təqdim eləyək. Bizi qarşıda çox maraqlı görüntülər və maraqlı mənzərələr gözləyir. Ara sıra insan səsləri də gəlir ki, hansı ki, kənd sakinləri öz heyvanlarını gətirirlər, bax bu dağlarda otarırlar, axşam saatlarında qaytarıb aparırlar. Yolumuz uzaqdır, çox dayana bilmirik, çünki axşam saatlarına qayıtmalıq çadırımızın yanına. Yolumuz həqiqətən də uzaqdır, uzaq olduğu qədər də çətindir. Gün olmağına baxmayaraq, amma üşüyürük, hava da soyuqdur. Nələr gözləyir bizi görəcəksiniz. Ərəb yazısına oxşuyur, bax. Burada, ərəb əlifbasına. Bu oxşuyur. Bu təbiət hadisələrin şey olub, gedib bizə. İşarəsina bax burada. Hə. Bura kimdə elə bil ki, əllə düzmüsən. nəsə bir tikili olur ya burada. Buna bax, dağılır gedir özü. Onda bura çox ehtimal qala olub. Çünki qalanın işarəsi burada var. Yeri də əlverişlidir. Qala üçün yeri əlverişlidir. Yeri əlverişlidir. Strateji bir yerdir. Bütün 3 dənə yol birləşdiyi yerini bura kontrol altında saxlamaq üçün ideal bir yerdir qala üçün. Bunlar bəzi elə bir ki, əllə. Əllə elə bil düzüblər bu daşları. Yəni ki, bunu bərkitmək üçün ediblər. O dibini bərkitmək üçün sürüşməsin, şey eləməsin. Amma ona da oxşamır. Çünki niyə qayaların içindəndir? Ayxan müəllim, bax, burada da elə bil eyni daşları düzüblər. Sən indi yuxarıya fikir ver. Qədim Alban. Orada qanadlı xasslar. Çox maraqlıdır.
Yəqin ki, bunun giriş hissəsi olub, müəyyən müddət ərzində daş aşıb, qaya uçub. Sislərdir, bu da yağışdır, zəlzələdir. Hər şeyində tutulub. Davam edirik yol boyu qarşımıza. Bax belə qayalar, qayaların üzərində rəsmlər var. İqbal müəllim də bizimlə bərabərdir, Ayxan müəllim də bizimlə bərabərdir. Biz həmin kəndə doğru istiqamət almışıq. Ancaq yol boyu gördüyümüz bu qaya rəsmlərini, bu daş parçalarını, maraqlı məqamları çəkib siz tamaşaçılara təqdim edirik. Yolumuzun üstündədir, bura pirdir. Hansı ki, qalanı ilə üzbəyüzdür, yəni qalanın aşağı hissəsindədir. Bu qaralar isə şam yandırıblar burada, mumun izləridir. Və eyni zamanda deyilənə görə bir 10 il, 15 il bundan qabaq. Bu isə xaçdır, Alban xaçıdır. Tam olaraq görsəndə, bəlkə üzərinə su zad vursaq, tam üzə çıxar, önə çıxar. Buranı da düzəldiblər belə, yəni deyilənə görə kənd sakinləri bir 15-20 il bəlkə də bundan öncə qürbətdə yaşayan bir soydaşımız niyyət eləyib ki, işim hasil olsun, müşkülüm aradan qalxsın, gəlib bu pirin üzərini düzəldərəm. Və belə gəlib düzəldibdir. Sadəcə bilinmir, nə pirdir, ad falan yazılmayıbdır və ta keçmişdə də pirə niyyət edib nələrsə gətirirlər. Yəqin ki, yenə də yerli çobanlar biz gəlib bunu burada görüb, börükgəndir və it burnu da var yanında. Yəqin niyyət ediblər, hansısa işləri hasil olub, gətirib bura nəzir qoyublar. Həm də bax burada Allah yazısı da var. Bu da burada var. Onlar Sonradan bəlkə də yazılıb, amma yenə də burada qalıb. Burada şeydir, burada həm yəqin xristianlar üçün, həm müsəlmanlar üçün əziz bir yer. parafinin İzidir. Bu mumların izi də axıb gedib, bu vaxtdan şamlar Ərəb yazısı sonradan o sözdən dızılıb, nə indi bilmək olmaz indi nə vaxt yazıblar, ola bilər İslamdan sonra. Amma yeniyə də oxşuyur müəllim. Yeniyə də oxşuyur, qədimdə oxşuyur, amma əsas İslam dövrüdür. İslam dövrü. Əsas da burada nədir burada? Bu həm xristianların müqəddəs yeri olur, Həm də müsəlmanların müqəddəs yeri. Bəlkə də xristiandan daha öncə daha müqəddəs yeri. Adətən belə olur. Yaxşı müqəddəs olan yerlərdə, pirlərdə adətən məbədləri hətta o köhnə məbədlərin üzərində bir-birinin üstündə tikirlər. O kiş məbədinə də gətirmək olar. məbədlər məbədinin üzərində, yəni ki, xristian məbədi tikilir, elə o ki, xristian məbədinin üstündə məscid tikilir. Yəni ki, xalqın, insanların əziz bildiyi yerlərin üzərində, inancı olan yerin üzərində təzədən elə bir xalq inancı dəyişəndə daha həmən yeri dəyişmirlər, elə məbədlərini orada tikirlər. Bu da pir də onun bir nümunəsidir. Yəni ki, burada indiyə qədər əgər burada niyə tutub bu tikirlərsə, burada deyirlər ki, buna abadlıq eləyəcək şey. Deməli, yerli əhali inanır. İnanır. Yəni ki, bu pirə inanır, yəni ki, buranın müqəddəs sayılır. Yəni bu da yəni yerli insanlar tərəfindən qorunur, saxlanılır. Yəni gəlib həm kölgələnmək olur, həm istirahət eləmək olur, nəfəsi dərirsən və daha sonra yoluna davam edirsən. Onda yola davam. Yolçu yolda gələk. Yolumuz uzaqdır. Gedək. Əməli başlı yorulmuşuq. Çox uzaq bir məsafə qət eləmişik. Hardasa 4 kilometr yolu piyada düşmüşük. Ayaqlarımı hiss eləmirəm, sözün əsl mənasında. Dəhşətli dərəcədə yorulmuşuq. Suyum da bitib. Bilirdim burada bir hardasa suyumuz da yoxdur. Bilirdim burada hardasa bir bulaq var. Elə o ümidlə, o niyyətlə tez hərəkət edirdim ki, gəlim çatdım bu bulağa. Bu ağacın kölgəsində oturub bir neçə dəqiqə dincəlmək nəyə desən deyər. Həm də acımışıq, amma acımaq yada düşmür. Ona görə ki, ilk növbədə su lazımdır. Bunu da əsrlərdir düzəldiblər. Avtomobildəndir, dəmir parçalarından. Bir bulaqdan su doldurum içim, əl üzümü yum, özümə gəlim. Kəndin demək olar ki, girəcəyindəyik. Az qalıb kəndə, amma bir uzaq məsafə qət eləməliyik. Ona görə də keçim, əl üzümü yum, özümə gəlim. Çox soyuqdur, buz kimi.
Yol boyu belə böyürtkən moruq kolları da var. Başım da hərlənir. Deyəsən çox yemişəm. Biraz təzyiqim aşağı düşüb bilmirəm. Amma nə olursa olsun yolumuza davam eləməliyik. Getməliyik. Dostlar, su içirsiniz? Su içmirsiniz? Drone operatorumuz Vasifdir, operatorumuz Faiqdir. Bizim baş prodüserimiz Ceyhun müəllim də yenə bizim yanımızdadır. Su için. İçirsiniz Ceyhun müəllim. Su. Faiq içirsən su. Götür bir kucuk. İçi qurtum iç. Of. Ay Allah. Yorulmaq gözəldir. Amma istirahət eləmək də lazımdır. Belə bir nov da düzəldiblər burada. Yəqin çobanlar düzəldib. Heyvanlar gəlib buradan keçəndə burada olan sudan içirlər. Bu isə dağlardan gəlir. Xüsusi borular vasitəsilə kəndin müəyyən bir yerinə çəkib gətiriblər. İstirahət eləyək, dincələk. Hava qaralacaq birazdan. Ona görə də tez bir zamanda getmək lazımdır. Ki gedib həmin məkana çataq. Orada nə var? Gələrək bu gördüyünüz kimi yarğandan keçib gedir. Və burada diqqətlə baxın, bir dənə də olsun avtomobil yolu yoxdur. Bəlkə də əvvəllər olub. Çünki əvvəllər olub ki, insanlar yəqin bu evləri tikiblər, bu evlərdə yaşayıblar. Evlər də yalnız çay daşlarındandır və bişmiş kərpiçdəndir. Və başqa ev yoxdur. Və yəqin ki, artıq bu kənddən köçüb gedib insanlar belə deyək, evsiz, eşiksiz qalıbdır bu yurt yerləri. Ona görə də bir zamanlar onlar avtomobillə gəldiyi yollar, daha sonra isə təbiət hadisələri nəticəsində yağışın, qarın olması ümumiyyətlə avtomobil yolunu bağlayıb. Biz irəliləyirik kəndin ortasına və daha sonra sonuna qədər gedib çıxacaq. Biz Eldən Çölə komandası maraqlı bir məkandayıq.
İqbal Məmmədəliyevdir, dəyərli rejissorumuz, əzizimiz. Ayxan müəllim Əhmədovdur. Ayxan müəllim də rejissordur. Hansı ki 2 il öncə olmusunuz da burada müəllim. 2020-ci ildə oldu. Burada oldular. İyul ayında isə. Ha, iyul ayında oldu. Söylədilər belə bir yer var və bizim komandaya belə deyək, bir bələdçilik elədilər, bizi gətirdilər bura. Nə baş verib burada? Sökülüb. Bu Sökülür. da arkaydı bunun qabağında. Bizdə əvvəlki video çəkilişlərimizdə, foto çəkilişlərimizdə var o. Qabaqda arkaydı, beləncik, sütunların üzərində. Belə hündür idi. Və indi gördüyümüz kimi burada sökülüb. Görünür ki, divara heç bir bəndi olmayıb onun. Yəni sonradan tikilməyə Sökədilib yoxdur. belə-belə. Ha. Sökədilib, ona görə bunu... Ayaqlar sütunlar üstündə olmuş. Ha, burada bir diqqətinizə bir şey göstərim. Deməli, bax, burada bir yazı var. Ermənicə yazı. Bir görsəniz, daş təzədir. Ağappaq daş. Yəni ki, buradakı daşlarla, ətrafdakı daşlarla Fərqlidir. tamam fərqli. Fərqlidir. Yəni ki, bu elə bir giydirmə daşdır, elə yamaq kimi vurublar ora. Bir tarixdə yazıblar orada 1885, 80, 95 mesela yazıları var orada. Nəsə özünkiləşdirmək istəyiblər, amma onu da belə deyək də, Onu da əməl eləmişlər yəni. bacarmayıblar. İndi baxırıq, baxın buradakı mənə elə gəlir ki, bu Şiş məbədində o vaxtı ermənilər müdaxilə eləmişlər, əlavə tikililər zad eləmişlər ki, öz kilsələrini oxşatsınlar, öz stilistikasını, öz arxitekturasını oxşatsınlar. İqbal, mənə elə gəlir ki, bu sütun sonradan qoyulmaydı. Ermənilər tərəfindən qoyulma sütundur. Çünki Divara heç bir montajı yoxdur ya onun. elə belə sökədilmədi, bax izi də var orada. Yəni ki, O arxitekturada əslində bu girinti çıxıntı olmalıdır ki, Ha. yoxdur bunda. Yoxdur. Buna yəni ki, dözməyib uçulubdur. Qədim Alban məbədidir. Buradan da Su vaxtı seçilir. buradan da bilinir. Bax indi operatorumuz götürəcək. Bax buradan tam yuxarıya qədər və eyni zamanda bu giriş hissəsinin bu daşı da və eyni zamanda tikilmə üslubu da tam fərqlidir. Yəni ki, bu daşı qoymaq üçün buranı götürüblər. Bu daşı qoyublar, sonra kənarını keçən daşları su vaxtına ediblər. Ayxan, bu gəcdir. Ha, amma bu beton oxşur. O sementdir. Bu təzədir, bu betondur. Gəcdir bu. bu ovulur, bəli, bəli. Biz bu sonradan olma şey. Özə baxın, baxın. Bax bu daşın rəngi ilə buradakı daşın hörgünün rənginə baxın. Tam fərqlidir. Təbii bu təzə daşdır, bu artıq köhnə daşdır buna baxanda. Bax bu sütunların Konkret betondur. Bir fikir verin, bu betondur. Yəni ki, bu betondur. O vaxtı beton deyilən bir şey yox idi bu əsrlər öncə. Bax əsl su vaxt belədir. Baxın. Əsl su vaxt belədir. Baxın. ovxalanır. Ha, bu kirəç deyirlər buna. Əsl su vaxt bu Alban mədəniyyətində, Alban arxitekturasında, Alban tikililərində məhz bu üsuldan istifadə olunurdu. Daşları bir-birinə bərkitmə üsulu. Amma burada elə bir 60-cı, 70-ci Burada sanki beton töküblər, əməlli başlı. Sonra hansısa texnika ilə qaldırıb onu divara söküblər. Betondur içi. Bax üzünə də bu daşlardan yığıblar tuft. Ermənilərin ən çox xoşladığı da belə tuft daşıdır, qırmızı daşdır, vulkanik mənşəli daşdır. Ən xoşladıqları daşdır. Elə bunlardan da düzüblər qəşəng. Arxitekturasında çox istifadə olunub. Ha, baxın, həmin sütun o materialdandır. Bax bir də bu qapı o materialdandır. Baxın, burada heç nə uyğun bu qapısı əslində böyük olub. Fikir verin, hörgü ediblər. Bunu bax öz qapılarını qoyublar tuftdan, yazılarını da yazdırıblar ora. Tamam dəyişiblər bunun, elə bir arkasını dəyişdiriblər, öz şey ediblər də özlərini bir. Özünkiləşdirmək istəyirlər, onu da alındıra bilmirlər. Çünki pəncərələrlə qapıları artıq eyni hündürlüyə gətirib çıxarıb. Amma qapı pəncərədən fərqli olmalıdır. Qıraqdan baxsaq, bax həmin o əvvəlki qapının izi var. Bax hörgü, tiki var. Bəli. Bax yeni hörgü elə bir həmin əvvəlki qapının elə bir izidir. Təbii ki, indi bura mütəxəssislər gəlməlidir, mütəxəssislər bunları bir aydınlıq gətirməlidir, burada bir araşdırmalar aparmalıdırlar. Mən bu tarixi abidənin nə bir yazısını görürəm ki, bu dövlət tərəfindən qorunur. Yoxdur, yox, üzərində yoxdur heç bir yazı. Ümumiyyətlə bir arzu edərdik ki, gəlsinlər, araşdırsınlar. Əgər doğrudan da ki, bu
bu bizim tariximizdir. Yəni ki, buna gəlsinə bir sahib çıxsınlar, buna bir tablo qoysunlar bura ki, dövlət tərəfindən qorunur, registrlə qeydə alsınlar. Arzulayardıq yəni ki, bunu. İtir batır və elə bir hala gətirib, bax, ağaçlar çıxır artıq üstündə. Bu bir neçə ilə artıq bu dağılma təhlükəsi var bu. Əlbəttə. İçərisi də inşallah keçmə imkanımız olacaq. Bir də mənim diqqətimi nə çəkdi burada? Ayxan müəllim, diqqət ediriksə, əgər sütun giriş hissədə qoyulursa, bu mütləq yan divarla, əsas divarla bir bağlılığı olmalıdır. Bəli, yəni evlər də belə olur da, bir kərpic sağdan, biri soldan bir bağlama üzərində. İndi mən arxitektoram, azdan çoxdan indi bir anlayışımız var da bizim. Bax, indi baxın, divar dümdüzdür. Bunu sütunu saxlayan burada heç nə yoxdur. Bax, bu arkanı saxlayan bir şey yoxdur. Sadəcə olaraq bunu bir yamaq kimi elə bil bunu qaldırıb vururlar bunun üstünə. Və bu yəqin ki, bir 2 ilin ərzində bu dağılır. Çünki 20-ci ildə biz burada olduq, iyun ayında belə bir şey yox idi. Yox idi. Və mənə belə bir mistik bir, bilmirəm necə olar bunu demək. Yəni ki, bu Alban kilsəsi, bizim Alban kilsəsi bu erməni yamağına dözmədi. Elə bil buna bir təpik vurdu. Ki sən uçmalısan. Qardaş, sən yamaqsan bizə. Əlbəttə. İnandırım sənə, bu bizim torpaqlarımız azad olundu. Bizim o qədər məbədlərimiz. Bəli, bəli. Onları indi biz bircə hamısını, bircə indi sağ olsunlar hökumət sayır onları, bir onları təzən restavrasiya edirlər. Yəqin ki, bu məbəd də öz növbəsini gözləyir. Yəni ki, o da üsyan eləyib. Mənə elə gəlir ki, bu üsyan eləyib. Buna bir qəşəng bir təpik vurumunu sındırıb ki, qardaş, çəkin yamağınızı bizdən. Bu da bir müharibənin iştirakçısı olub. Bu bizim Alban kilsəmizdir. Əlbəttə. Bu Alban qədim Alban kəndidir bura. Bura o vaxtı 200 il əvvəl ermənilər məskunlaşıb, daha doğrusu gətiriblər bunları. Burada yerli xalqları burada qovulublar, yerli xalqları əziblər. Onlar ən mühüm torpaqlarda yerləşdiriblər. Bəli. Bizim tariximizə sahib çıxıblar, bizim abidələrimizə sahib çıxıblar. Biz necədir? Buna mümkündür ki, qardaş, belə qədim torpağın sahibləri ermənilər olsun. Əlbəttə. Mümkün olan şeydir. Heç bir yaşayış yoxdur bu kənddə. Hal-hazırda yoxdur. Yoxdur. Ümumən yoxdur. İki dənə çoban yurtları görürük. Onları binə salıblar burada heyvanlarını. Heyvanlardan təri burada otarırlar, ellər. Bu da mövsümlə yəqin. Amma ümumən, Ayxan müəllim, evlərin arxitekturası da maraqlıdır. Yəni, tam olaraq yoxuşa doğru evlər tikilib. Bəli. Bir-birinin üzərində və bir qədər də baxırsan ki, çaydaşlarına tikilməyinə baxmayaraq, amma müasirliyə də yaxın evlər var. Pəncərə yerlərinə diqqət edək, aval şəklində, gözəl bir düzülüşdə olub bu evlər. Bu aval şəklində olan üslub əsasən də bu şərq üslubudur. Yəni ki, bu arkanın aval üslubu, yəni ki, həm də ki, o zaman aval elə belə tikmirdilər. Avalı eləyirdilər ki, fikir versəndə, daşlar bir-birini bağlasın, saxlasın. Üstəki yükü gözləsin. Özünü bərabər paylasın. Yəni ki, bu əsasən şərq üslubudur və şərq arxitekturasında bu çox geniş istifadə olunur. Və bu evlər, binalar, yəni ki, bu 200 il yox. Ta qədimi. Ola bilsin, indi burada ermənilər o vaxtı yaşasaydı, o yaşayanda burada nəsə bir əlavə tikirləri olubdu, Təbii ki, indi yaşayış varsa, yəqin özləri tikirdilər. Amma əsas bunun özəllərinə baxanda, bunların elə bir kötüyünə baxanda, bu fundamentlərinə baxanda biz fikir veririk ki, bunun daşların qoyulma üslubu tamam başqadır, tamam fərqlidir. Yəni ki, müasirlik olur indi, bir-iki dənə kubiklə müasir, kubiklə qırağını burasını düzəldirlər. Amma ki, əsas özəyi bu ta qədimdəndir. Bunlar belə görünür ki, bunlar ta qədimdən burada evlər olubdur. Bura qədim bir yaşayış məskəni olub, bəli. Və onların üzərinə gəliblər və burada məskunlaşıblar. Burada əsasında bunlarda evlər, bizimkilər elə bil öz evlərindən, buradakı evlərini dəyişiblər. Əsas kənd yuxarıdadır, yerləşir və orada yerləşiblər, əsas orada dəyişik eliblər də o vaxtı geliblər. Təbii ki, bizimkilər öz evlərini sağ-salamat olaraq, hətta oradan mebilindən, hər şeyini veriblər. Ermənilər burada evlərdən çıxanda həmişəki kimi yandırıblar, dağıdıblar, məhv ediblər. Yəni ki, o danışığa belə onlar yəni ki, əməl etməyiblər. Yəni ki, kəndlər arasında danışıqlar orada zaman ki, bu kənd o kəndə götürücü gelirdi. Bizim əhali oradakı bütün sağ-salamat mal qarasına qədər qoyularmış orada hamısını. Gəlib də görəndə ki, burada nədir? Bura artıq viravan, burada yanmış. İndi gördük də, indi biz də torpaqlarımızı bizim qaytaranda, eləyəndə bunları zorla... Yenidən vəhşiliklər etdilər. Qardaş, ağaçlarına qədər kəsirdilər. Bəli. Evlərini yandırdılar. Təbiət sənə nə edib? Arı pətəklərini yandırdılar. Yəni hər ki, şey bu məhv insan nə qədər vəhşi olasan, nə qədər barbar olasan,
Bəzi hallarda insan söz tapmır deməyə. Daxil olaraq içərisinə bir baxarıq. Arxadan girişdə oradan. Daxil olaraq. Yavaş-yavaş gəldik, kəndin axırına çatdıq. Burada çox maraqlı, unikal bir körpü var. Məndən sağ tərəfdə Şəmkirdir, məndən sol tərəfdə isə Daşkəsənin ərazisinə düşür. Bu körpü olduqca təhlükəlidir. Söyləyirlər ki, komanda üzvlərimiz keçmə, amma keçmək istəyirəm. Çünki adrenalin yaşamaq istəyirəm. Ona görə ehtiyatla bu körpünün üzərində hərəkət edəcəm. Çox maraqlı, tarixi bir körpüdür ki, taxtadan inşa olunub, sağ tərəfi də, sol tərəfi də. Tikililərin içərisində sanki taxtalar yerləşdirilib, böyük taxta parçaları və onun üzərindən yenidən taxtalar qurulmaqla, belə deyək, bu çayın üzərində gözəl bir körpü inşa ediblər. Ancaq zaman keçdikcə baxılmayıb və kənddə yaşama olmadığından, kənddə yaşayış olmadığından məhz elə bu körpü də bax bu vəziyyətə düşüb. Amma mən keçdim körpünü. O qədər də təhlükəli deyilmiş deyəsən. Sağollaşıram sizinlə. Bura bir gözəl məkan idi. Gəldik, axtardıq, araşdırdıq, tapdıq, Alban məbədini çəkdik. Siz tamaşaçılara təqdim etmək üçün qədim körpünün üzərindən keçdik. Nə qədər təhlükəli olsa belə tilovumuz var idi. Atdıq bu çayın içərisinə. Bu çayda farel balığı olur, çəki balığı olur, usac balığı olur. Qismətimizə dedik, bəlkə bir balıq da çıxdı. Əgər balıq çıxarsa, siz tamaşaçılara çəkib təqdim edəcəyik. Yox, çıxmazsa, deməli elə buradaca sizinlə xudahafizləşəcəm. Salamat qalın. Növbəti hansı məkana üst tutacağıq, hara gedəcəksə eldən çölə verilişini qaçırmayın, bizi izləyin və yeni verilişlərlə, yeni təbiətlə, yeni memarlıq abidələri ilə siz tamaşaçıları görüşünə gələcəyik. Salamat qalın. Qaydanda bir çobana rast gəldim. Yorulub əldən düşdüyümü görüb israr etdi ki, səni öz avtomobilimlə bu kənddən çıxardacam. Geri qayıtmağa taqətim olmadığından razılaşdım. Təsəvvür edin, yük yerində özdə odun parçalarının üstündə əyləşmək. Ən dəhşətlisi isə yolu olmayan yolda, qaya parçalarının üzərində hərəkət edən avtomobil. İndi mənim halımı təsəvvür edin də, gərək avtomobilə minməyə heç razı olmayaydım. Bu çobanın yaxşılığı, bu mənim
itkilik, güzarım. Qədim yurt yeri, görüşmək arzusu ilə. Bəlkə bu yerlərə bir də gəlmədim. Duman, salamat qal. Dağ, salamat qal. Dalımca su səpir yoxsa bulutlar. Leysan salamat qal. Yağ, salamat qal. İqbal müəllim, Ayxan müəllim, sizdən çox xahiş edirəm. Bir də məni bu kəndə yol çəkiləndə gətirərsiniz.